təqdim edilsə, biz Neslihan İnqilab Müdafiə Təşkilatı İctimai Birliyini təmsil edirik. Həmin Həmid Xəlilovdur, layihə rəhbəri. Bu il bildiyimiz kimi Konstitusiya və Suverenlik günü çərçivəsində qeyri-hökumət təşkilatlarının Dövlət Dəstək Agentliyinin müsabiqəsində şəhid ailələri və müharibə iştirakçılarının hüquqi yardımı təşkili layihəsi ilə təşkilatımız qalib olub və həmin layihəni icra etməkdəyik. Layihəmiz ölkənin bir neçə regionunda təşkil edilir, icra edilir. Növbəti tədbirimiz bugün burada Masallı rayonundadır. Bizim məqsədimiz burada müharibə iştirakçılarına, şəhid ailələrinə onların problemləri ilə bağlı hüquqi yardım göstərməkdən ibarətdir. Hüquqi yardımın, belə deyək də, xidməti əsasən sosial-iqtisadi hüquqlardır. Yəni, təkcə insanın, həmin vətəndaşın bu müharibə ilə bağlı problemləri deyil, eyni zamanda digər problemlərdir. Həmin vətəndaşın müharibə iştirakçısının, şəhid ailəsinin digər problemlərdir. Ailə, mülkiyyət, sosial-iqtisadi, pensiya, əmək hüquqları ilə bağlı və digər hüquqlarla bağlı məsləhət verməkdir. Məqsədimiz bugün burada gəldiyimizdə və bu Ələsgər müəllimə də təşəkkür edirik ki, bugüncə bu şəraiti yaradıb, eyni zamanda Yer İcra Hakimiyyəti təşəkkür edirik. Onlar bu tədbirimizi keçirməyə yardımcı olurlar. İndi biz bir-bir elə bil ki, üzr istəyirəm, bu gün bizim bu tədbirin icraçıları əslində bu iki nəfər yoldaş vəkillərdir. Şəhər Union Vəkil Bürosunun vəkilləri Orxan Abbasov, Rauf Əzəlov, yəni bunlar vəkillərdir. Vəkillərə öz problemlərimiz haqqında danışandan sonra konkret nə etmək lazımdır, necə etmək lazımdır, məsləhətlər veriləcək. Eyni zamanda yəni bizim layihəmiz qısa müddətli olduğu üçün biz məhkəmə çəkişmələrini təşkil edə bilmirik, ancaq məhkəmələrə, tutaq ki, bələdiyyə orqanlarına, yerli icra hakimiyyət orqanlarına, mərkəzi icra hakimiyyət orqanlarına özümüzün problemlərimizlə bağlı şikayətlər, müraciətlər yazmağı, məsləhət verməyi yoldaşlara kömək edəcəklər. Bu qədər bir-bir danışaraq vətəndaşlarla bağlı. Yay günlərində Masallıya gəldiyiniz üçün öz təşəkkürümüzü bildiririk. Nə yaxşı ki, problemlərlə əlaqəli axtarıb bizlə əlaqə saxlayırsınız. Müəllim qeyd elədi fikirləri. Belə götürəndə hər sahədə problemlər var, boşluqlar var. Ən çox da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə aid olan problemlərdir. Qarabağ müharibə veteranlarının, şəhid ailələrinin problemi. Bizdə regionlarda mənzil tikintisi zəif gedir, ancaq Bakıdadır. Bizim Masallı rayonundan olan şəhid ailələrinin bəlkə də yarısı qeydiyyatdan çıxıb Bakıya düşür ki, orada bəlkə ala bilək. Yəni regionlarda bu gedmir demək olar ki, deyim zəif gedir, zəif də gedmir. Bizim özümüzdə də rayon müharibələri, şəhid ailəsi müharibinin rayon təşkilatının sədriyəm, ancaq beləncəsinə baxanda heç nə eləyə bilmirik, heç bir səlahiyyətimiz yoxdur. Məsələləri bizim ixtiyarımız olan rayon icra hakimiyyəti qarşısında qaldırmaq, onlar da yəni çalışsalar da, çalışmasalar da heç bir şey indiyə qədər narazılar çoxdur. Mənzil məişət problemlərlə bağlı ən çox müraciət. İçi də mənim qarışıq. Mən özümlə düşmüşəm Bakı şəhəri Xətai rayonuna. Mən həm şəhid qardaşlarım, mən özüm birinci qrup müharibəliyim. Xətai rayonuna düşmüşəm. Orada da demirlər ki, yoxdur. Sözcə biz başa düşürük, şəhidlər Zəngəzurla Qarabağda tikinti, quruculuq işləri gedir. Ancaq digər bölgələrdə də mən də biləm ki, biraz əhatəli olsa yaxşı olur. Qarabağ ixtiyarçıyam. Özümdə beyin travması almışam. Həkim komissiyasının qərarı da var. Müdafiə Nazirinin həkim komissiyasının qərarı. Mən orada istəyirəm ki, dərman almalıda, dərmanlar ki var, atıram, onu mənə vermirlər. Dövlət vermir onu. Buna görə orada deyirlər ki, 50-lüyün olmalı. İndi mən 50-liyim də yox. O dərmanlar da elə bir dərmandır ki, paslayanda atılmalıdır. Hər gün atılmalıdır. Qanun təzə çıxdı. Qeydiyyata, yəni orada alınsın ki, o dərmanları mən ala bilərəm.
Əlilliklə bağlı müraciət eləmisiniz. Hələ heç Altına gəlir. O həkim komissiyasının qərarında nə yazıblar? həqiqətən hərbidə yaralanıb, hamısı var. Diaqnoz nədir? Beyin travması. Beyin travması ümumidir də. Bu kağızlarda yazılar da. Ömür boyu sənət daşıram, başqa şey yox. Sizin de 50 təyin edilmişsə, birisi tomata Dərmanları Heç olmasa dərman 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 elədir ki, deyir ki, həkim deyir ki, ölənə qədər bu dərman atılmalı. Yox orada. Burada olmalı. Heç yatılmamışdır. Əlillik təyin olunması ilə bağlı sizin müayinə edilir. Və sizə deyəcəklər ki, sizin xəsarənin yanvar ayından 2023-cü ilin iyun ayında hərbi xidmətinin 15-ci 22-dən yanvar il yarımda. Bəli. Hərbi xidmətinin 15-ci ayında mənə xəstəliklə bağlı Müdafiə Nazirliyinin Başqanlığı Hospitalı, Qopan Hospitalına göndərildi. Orada 2 ay yatandan sonra ağzıya xəstəliklər tədqiqatın üstünü göndərdilər. Dedilər ki, bəs sən müalicən burada deyil. Sən orada müalicə olunmasın. Orada bir ay müalicə olunduqdan sonra hərbi xidmətə yararsız olaraq Təhbis elədilər. təhbis edildilər. Burada yazılıb ki, xəstəliklər cədvəlinin 2-ci qrafasının 2C maddəsinə əsasən təhbis edildilər. Cədvəl bayanatmada da orada dedilər ki, sən üstünə düşdün, sən hər ay var ora 1000 manat pul hesablanacaqsan. Bəs getdim, burada vərəm sponsori var. Həkimdən soruşdum, elədim ki, bəs bunu siz verməlisiniz, sənətləri siz tərtib eləməlisiniz. Dedi ki, bəs səni sağlığı göndəriblər, sənət pul düşmür. Amma bu bankomat dedi ki, sən hər ay var ora 1000 manat pul hesablanmalı. Hesablanmalıdır, köməkli yerəsində bankomat, yerli bankomat. 2023-də bitirmişim artıq. Üzərindən çeşitli bunu. Yox, dedim ki, hərbiyə getməmişdən bu xəstəlik var idi. Xəstəliklə bağlı sənəd var. Bəli, var. Burada Qəran Spansiyonuna da veriblər. Papayın Hospitalına da veriblər. O xəstəliklə bağlı cavabı göstərdilər. Hərbi xidmətə gedəndə xəstəliyin olmalı. İştirak eləmişsiniz, nədir problem? Mən medallarım verilib, biri verilib, ikisi verilib. Burada əmr var, hərbi sistemə müraciət edən nazirliyə deyirlər ki, döyüş əmri tapılır. Döyüş əmrini tapılır. Sənin bir yerdə olanlar Elə bir ki, biz heç kimə bir verməyiblər. tağımda, bir manqada olmuşuq, bir tağımda, bir manqada. Buna Şuşanı veriblər, mənə Xacabəndi veriblər. Ona deyirlər, sənə Şuşa düşmür. Məndə də belədir. İkisində də olmuşsunuz, yoxsa hərəz birində olmuşsunuz. Hərəmiz birində olmuşuq. Yəni, hər bir sənə deyirlər. Deyirlər ki, həmin istiqamətdə getmişsiniz, fərqi nədir? Burada yazın, Xacabənd, Füzuli, Şuşanın azadlığında gedən döyüşlərdə iştirak edilmiş. O hesabı da mən durmamışam ki. Şuşa. Müayim belə dair medalda da var. Xacabəndi medalı verir. İştirak eləmişəm. Müəllim belə çıxır da, ya sökü, döyüşüb, ya oturub əl çalıb arxada, aldılar. Belə çıxır da, Valla bizdə hər Sənə Xocavəndə göndəriblər, o yüzden mən şuraya Yox, o digər bir səbəb olmamışım. Misal təzim, yəni mən tanımıyorum. Həmçinin məndə də Mən belə. tanımıyorum. Bir manqada olmuşum. Qazancın Hər bir sistemə müraciət edir. Deyirlər ki, döyüş əmri tapılmıyor. Kimsə döyüş əmri edibsə mən günah deyil.
Böyük əmri təqdim etmirsən, bax Bu bu niyə? hərbi sistənin itatıdır. Bundan sonra mən özüm vurmamışam ki. Deməli, hətta 23 yanvarında deməli Görsən ki, nə qədər maçlarda zətdə. Nə deyirsiniz? Yer olmaq orada. səndərdir. Yəni sağ. Çox pensiyaları. Sizə müraciət Hansı nahiyələrsə. Ondan bir dərsini açsınız sonra. Gedin deyin ki, uşağın deyin ki, mən gəlmişəm, formal 88 araşı doldurun göndərin tibbi sosial eksperti və rəhbərlik agentliyinə. İndi səbzə qaldı. Onlar məcburdular ki, uşağı bütün həkimlərdən keçsinlər, onu doldursunlar, göndərsinlər ora. Həm o keçəndə orada hamı sözləşək, hamı da eyni problem olur. Yəni ki, imtina gəldi, onlarımızda sonra işlərimizə tartışılır. Əvvəl almışsın, nə var burada? Soxanım deyir, oradan oxumayı yazıb. Yox, belə bir gəldi, getdi. Gəlmədi. Sizdə nədir problem?